Salam əziz izleyiciler. Bugün biz sizinle qızılı muncuqlardan zərgər işinə bənzər bir bilərzik hazırlayacağıq. Bizə lazım olacaq qızılı muncuqlar, bilərzik üçün bağlayıcı və uzadıcı sep, muncuq düzümü üçün iğnə və sap. 3 qızılı muncuğu götürüb iğnə sapdan keçirdiririk. Aşağı hissədən sap azacıq saxlayırıq. İğnə sapı bir qızılı muncuğun içindən keçirdiririk. Bir bağlayıcı götürüb aşağı hissədə qızılı muncuqlar birləşdiririk. İğnə sapı 2 qızılı muncuğun içindən keçirdiririk. Əlimizə sapları götürüb 2 düğün vururuq. Düğün vururuq ki bizim muncuqlarımız sapdan açılmasın. Artıq sapımızı kəsirik. Sapı barmağımıza salırıq. Belə qaydada bilərziyimizə davam etmək çox rahatdır. 2 qızılı muncuğu götürüb iğnə sapı qızılı muncuğun içindən keçirdiririk. İğnə sapı yaxınlığındakı olan muncuğun içindən keçirdiririk. İki qızılı muncuğu götürüb sap görsənən muncuğun içindən yox, onun arxa tərəfindən muncuğun içindən iğnə sapı keçirdiririk. Yanındakı olan qızılı muncuğun içindən iğnə sapımızı keçirdiririk. İki qızılı muncuğu götürüb muncuğa birləşdiririk. İğnə sapı yaxınlığındakı olan qızılı muncuğun içindən keçirdiririk. 2 əlavə qızılı muncuğu götürüb qızılı muncuğa birləşdiririk. İğnə sapı qızılı muncuğun içindən keçirdiririk. 2 qızılı muncuq əlavə götürüb qızılı muncuğa birləşdiririk. İğnə sapı yanındakı olan qızılı muncuğun içindən keçirdiririk. 2 qızılı muncuğu götürüb qızılı muncuğun içindən keçirdiririk. İğnə sapı qızılı muncuğun içindən keçirdiririk. İki qızılı muncuğu götürüb qızılı muncuğa birləşdiririk. İğnə sapı qızılı muncuğun içindən keçirdirəm. Bilərziyimizə belə qaydada davam edirik. Bilərziyimiz zigzag formasında alınır. İğnə sapı muncuğun içindən keçirdiririk. Və yanında olan qızılı muncuğun içindən də iğnə sapımızı keçirdiririk. Muncuqlarımızı belə qaydada bilərziyimizə düzürük. Bilərziyimizin muncuqlarla çox hissəsi hazırdır. Keçirik bilərziyimizin uzadıcı sepinə. 2 qızılı bir uzadıcı sepi götürüb qızılı muncuğa birləşdiririk.
iğne sapı dairəvi şəkildə bir də muncuqların içindən keçirdiririk. İğne sapı muncuqların arasında 2 düğüm vururuq. Və sapımızı muncuqların arasından keçirdiririk. Azacıq sapı da dartırıq ki, düyümümüz muncuqların arasında görsənməsin. Artıq sapımızı qayçı ilə kəsirik. Beləliklə bizim bilərziyimiz hazırdır. Əgər videomu bəyəndinizsə, like edib, rəy bildirib, yaxınlarınızla paylaşaraq kanala dəstək olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.